Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 166.727 nəfərə yaşa görə müavinət təyin olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı əvvəlki ilə müqayisədə 10,5 min və ya 6,7% artıb. Qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub. Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64 il 6 aydır. Gələn ayın əvvəlindən 1 iyul 2026-cı ildən etibarən isə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 olacaq. Azərbaycanda şəhər və rayonlar üzrə pensiya yaşına çatıb pensiya ala bilməyən şəxslərin sayı belə olub.